Yoldaşlar, bu sual Dövlət İmtahan Mərkəzinin köhnə, qocaman suallarından biridir. Və sualın hal-hazırda gördüyünüz sualın eynisi mənim ikinci hissə test toplumunda da mövcud. Bu sual illərdir dövlət qulluğu imtahanlarında istifadə edilməyib. Yaradıcı bir sualdır. Bir oyun deyil, bir sual tipi deyil. Yəni bir mövzuya aid deyil. Sadəcə əvvəllər olur, 10 illər öncə istifadə olunmuş bu sual gəlib yenidən imtahanlarımıza düşür. Burada sizə deyir ki, 7 üç bucağı fırlatmamaq şərti ilə verilmiş şəkildəki formada elə yığın ki, qonşu üç bucaqların ortaq təpələri eyni ədəd olsun. Bu nə deməkdir? Bu üç bucaqları görürsünüz də, təpə qiymətləri verilir. Məsələn, bax, bunu götürsəniz, 3, 2 və 1-i bura düşsəniz, 3, 2 və 1-i bura düşsəniz, onda belə çıxır ki, bura 1-dirsə, burada 1 olmalıdır, burada 1 olmalıdır, burada və burada. Yoldaşlar, bəlkə bu üç bucağın yeri ora deyil, buradır və yaxud buradır, düz deyil. Bunu sizin təyin etməyiniz biraz çətin məsələdir. Ona görə sizə gözəl bir həll yolu təklif edirəm. Həll yolumuz bundan ibarətdir. Siz üçbucaqların içinə X, Y və Z düzürsünüz. Baxın, yazıram. X, Y və Z. Bura X-dirsə, burada X-dir. Bura Z-dirsə, burada Z-dir, burada Z-dir, burada Z-dir, burada Z-dir. X-dan Z varsa, bura Y-dir. Onda burada Y-dir, burada Y-dir, burada Y-dir. Z və Y varsa, bura X-dir, onda burada X-dir, burada X-dir. Burada qaldı Z, onda burada Z-dir, burada da qaldı X. Z ilə X var, burada qaldı Y. Bura Y-dirsə, burada Y-dir, burada təbii ki, qaldı X. Fikir verin. Mənim üç bucaqlarımdan ikisi bir-birlə eynidir. Fikir verin. Y, X və Z. Y, X və Z. Yuxarıdakı üç bucaqlardan da ikisi bir-birlə eynidir. Baxın, bununla bu. Belə çıxır ki, X, Y və Z-i çözdünüz. X 2'dir. Yuxarıda Y-dir. Y 1'dir. Heç misal əldə eləməyə ehtiyac yoxdur. Yəni, onları bura yerinə qoymağa ehtiyac yoxdur. Z də 3'dür. Və sizdən S və FT ardıcıllığını istəyir. S və FT. Yoldaşlar, S. Görün, hardadır? S yuxarı təpədədir. Və orada X-in qiymətidir. X 2'dir. Və buradadır. Y-in qiymətidir. 1. F buradadır. X-in qiymətidir. Yenə 2. T də bax aşağıdadır. Z-in qiymətidir. O da 3. Cavabımız olur 21, 23. Bax belə. Bütün yeni sual tiplərini və imtahanlara düşmüş, düşə biləcək, düşmə ehtimalı olan sual tiplərini kanalımızda gördüyünüz kimi bunu da ayrıca görəcəksiniz, yerləşdiriləcək və inşallah imtahanda təkrar düşəndə uğurla yaza bilərsiniz. Bütün